Bugün ilk dəfə sürət qatarı ilə Gəncədən Qəbələyə yola düşdük. Yol təxminən 2 saat idi. Həyətə ilk baxışdan çox xoşuma gəldi. Hər tərəf yaşıllıq, oturma yerlər, bisetka və isti hovuz var idi. Yeməkləri də evdən hazır götürmüşdük ki, orada vaxtımız mətbəxdə keçməsin, rahat istirahət edək. Ev geniş idi. Birinci mərtəbədə zal, mətbəx, yataq otağı və sanitar qovşaq vardı. Mən də elə birinci mərtəbədən özümə otaq seçdim. Bu gördüyünüz otaqda yerləşdim. İkinci mərtəbədə də 3 otaq var idi və bu otaqlarda həm cütlük üçün, həmçinin tək kravatlar var idi və bir dənə də sanitar qovşağı var idi. Terasdan da dağ mənzərəsi həqiqətən çox gözəl görsənirdi və hovuzda isti hovuz olduğu üçün axşam saat 11-ə qədər hovuzda əyləndik. Və buranın bir pişiyi var idi ki, zadəgan kimi dolanırdı, ətdən başqa heç bir şey yemirdi. Təbii ki, bura qədər gəlib samovar çay içməsəydik olmazdı. Sonda isə günümüzü UNO ilə tamamladıq. Bir günlük də olsa həm əyləndik, həm də yaxşı istirahət etdik.